açın icra başçımız. Qoy baxsın Səbuhi müəllimdən Arif müəllim. Buradan Arif müəllimə təşəkkür edirəm. Minnətdaram. Allah balasını, evlatlarını Səbuhi müəllimdən Arif müəllimin Allah canını sağ eləsin. Allah əziy etməsin. Allah həmişə ustul arxasında olsunlar. Allah sabahki bayramını da təbrik edirəm. Arif müəllim, Səbuhi müəllim, icra başçısını. Sizin bayramınızı təbrik edirəm. Can sağlığı, uzun ömür arzulayıram. Süfrünüz dolu olsun, qazancınız bol olsun. Amin. Allah yaşları korusun. Amin. Mənim keçmişki qaynanam tərəfdən gəlsə ki, gözəlikdən çıxardırıq. Mənim keçmişki fitillədik qaynana tərəfdən. Profitə gülü profit, Mehev Universiteti nədir, nəzi bilsə, bilmirəm. O sizin üstünüzə gəlsə ki, gözəli işdən çıxardırılsın. O canlıda dedi ki, kayıtlar da var məndə. Füzuli yerində işdən çıxdı, yaxşı oldu çıxartdırdılar. Çünki dedi ki, Füzuli çıxaran kimi gözəl də işdən. Gözəl bacım, bir dəqiqə icazə ver. Milana burada yazır ki, böyle bir vəzifədə işləyirsə süpürgəsidir da. Süpürgəçi insan deyil, öz halal çörəyini qazanır. Ne qədər süpürgəsi varsa onların hamısını daşı sənin başına düşür. Süpürgəçiyəm, yolları süpürürəm. Sizin ayağınızın altın bax, biz xanımlar süpürürük. Siz ayağınızı təmiz yerə qoyursunuz. Ne olur kasıb olanda, süpürgəçi olanda, ne olur? Halal çörəyini qazanır da bu insan. Ne hörmətsizlik edirsən, ne o sözü yazırsan ki? Çıxıbdı, utanmaz da Səfərin canlısına. Səfərin canlısına. Ayın 5'i gələcəm, aprelin 5'i. Gəl da, nə tək ki qaynanamı Tualadı Füzulinin üstüne çıxdı, apardınsa, gəl gözəlin yanına, qapımdan içəri gir. Gör səni nə təri. Saçı belə yonub, çıqqılı qara saçı yonub, ayağımın altına tullayıram, tullamıram. Qanun var, qayda var. İndiki zamanda istir iş yerində olsun, istir harda olsun. Kiminsə xəlbət üstünə hücum çəkmək cinayətdir. Səhv deyirəmsə desinlər ki, səhvdir. Yok, kanun bozuntusudur, kanun karşısında cevap vermeli. Əlbəttə. Əgər üstümə gəlirsənsə durmuşam. Sağ olsun devlətim, sağ olsun polislərim. Qanun var, qayda var. Polisdə oturmaq istəyirsənsə gəl. Döyülmək istəyirsənsə saçını bax, mən yavıyam. Qəbərədə mən yava gözəl deyirlər. Bax, belə əl ataram, yonu tullayaram, düz oram. Mənə də gözəl deyərlər. Mənlə heç bir kəs oynaya da bilməz. Onu bax, barmağımda oynadaram. Heç kəsdən qorxmuram, bir dənə Allahdan başqa. Damla! Yox, çıxıbdır canlıyam. Mən deyir, sənin yanına gəlməyəcəm. Şeyin yanına geçeceğim. Sen icra başçının qəbuluna geçeceğim. Özü canlıda Esmira'nın canlısına çıxıbdı. Kayıtları var məndə. Mən heç kəsdən qorxmuram da, eləmirəm də, adını da çəkirəm də. Esmira'nın canlısına çıxıbdı. Ölsün, yaxşı olub Füzuli çıxıbdı işdən. Ölsün, yesin. Məhə deyir. Bəs sen onu işten çıxartdınsa, bəs o göydə Allah hərrənin qardaşım geldi. Kardeşimin biri de geldi. Hoş gəlibsən, bax gətirmişsən. Kardeşimin biri de geldi. Hoş geldin. Necəsiz, nətərsiz? Sağ olun, kardeşim. Buran, sən necəsən? Gözəl, bayramı mübarək, bayramı özü əsəbləşdirəm. Gözəl, deməli bir video çıxıb mənim qabağıma. Sabit, mən o bir səhifəm spam oldu, buna takip et. Hayır, mən də deyirəm buna bax, Turan profilin dəyişir. Yok. Burada da uşaqlara çağırış edirəm, xayınlar mənə takip atmırlar.
Ay aman. Deməli, gözəl eşidirsən məni qadası. Bəli, bəli. Adın çəkmirəm də. Qardaşımın səsi gəlmir. Zəng gəldi ona. Gözəl. Mənə zəng gəldi, üzürlü sayı. Səsim gəlir indi qadası. Hə. Bizim o bir dənə bibimiz var da, adını çəkmirəm, Naxçıvanlı bibi. Tanıyıram. Mənə bir video atıbdı. Deməli, o pozğun nigar yenə ağzın qoyub Allah yoluna, səndən məndən danışır. Pozğun nigar, bax mən sənə bunu deyirəm. Mən adım Talihdir, ləqəbim Sovetdir. Mən oğlanam, mən kişiyəm. Mən kişinin belindən gəlmişəm. Mən elə bir oğlanam ki, mən gözümlə görmədiyim, əmin olmadığım şeyi məni güllə baran eləyəsən, şər atmaram kiməsə. Mən gözümlə görmüşəm, əminliyim var, içimdə əminlik var, əlimdə faktlar var ki, deyirəm ki, sən ərəblərin qucağında böyüyən pozğun niquşsan. Bunu mən sənə deyirəm. Ərəblərlə gecə görüşdən gəlirsən, canını açırsan, güya işdən gəlirsən. Sənə bir qardaş kimi, bir bacı kimi yaxşı bilmişəm, sonra da tüpürmüşəm, o qan olub tüpürmüşəm ki, mən gör kimə bacı demişəm. Ayrılmışam ki, sən düzəlməli yolun yolcusu deyirsən. Sən birinci mənim ailəmi təhqir eləməkdənsə, sən get uşaqlarımı DNT-yə ver, görək uşaqlar kimdəndir. Sənin o xəstəxana xərclərini də mən verərəm. Sənin dilin çatmaz, mənim ailəm haqqında nəsə deyəsən. Bax, Nigar deyirəm, pozğun Nigar, pozğun Niguş deyirəm sənə mən. Sən yadında saxla, bunu Sovet deyir. Sən düzəməlli yolda olmamsan, mən də onları sənə demişəm. Nə vaxt ki, mən səni burada təhqir edirəmsə, ay cəmaat, bilin ki, bir gün qabaq, para gün bundan qabaq Nigarı mənə təhqir edib. Mən elə bir oğlan deyirəm, hansısa bir qadını təhqir edəyəm. Deməli, sən məni təhqir edirsən, sonra da mən sənə çıxıb cavabını verirəm. Mənim əlimdə bütün faktlar var, Nigar. Sən ola bilər, qanmırsan, amma mən azdan çoxdan qayda qanunun başım çıxır. Mən elə bir oğlanam ki, mənim əlimdə fakt olmasa, məni kimsə söyməsə, təhqir eləməsə, onun cavabını vermərəm. Deməli, məni söyürsən, təhqir edirsən, deməli, sən Nigar, pozğun birisi, məni təhqir edirsən, mən cavabsız qalacağam. Mənim ailəmi təhqir edirsən, mən cavabsız qalacağam. Mən yenə də deyirəm, mən hansı yayında ki, səni təhqir edirəmsə, qoy cəmaat bilsin ki, ondan bir gün, 2 gün qabaq sən məni yayında təhqir eləmişsən ki, cavabı da verirəm. Sənin ixtiyarın çatmaz, nə gözəl haqqında nəsə deyirsən, nə də mənim haqqında. Sən pox yiyərsən ki, mənim ailəmə nəsə bir dil uzadarsan. Sən onun sözü deyəcək, ən axırıncı adamsan. Boyka, səni niyə spam elədilər, qaqa? Düşdüm aşağı. Deməsən, Səkinin qırağında bir nəfər yolla gedirmişlər, Səkinə. Sigaret çəkilmiş, sigaret düşüb canlıya spam ediblər. Mazar köpüğü olub da. Vallahi da. Abi sigareti gözləsin, o tərəfdə çəkdə. Maşında çəkiblər. Yox, gözəl. Mən maşın saxlamışdım yolun qırağında, Aboçidə. Yəni, Səkinin qırağında. Orayla da mən düşüb aşağı mağazına dəyirdim. Orada bir de oraya sigaret elində adam gedib, Səkinə. Orada sigaret düşüb oraya, 3 günlük spam olub. Onunla qoşula bilmirəm ona görə. Bunda bazar günü atılacaq da sən canın. Hə də 21 açılacaq, 21. Aynı 21. Sabah bayram namazıdır. Elə bir şey mənim də başıma gəlib, qaqa. Bir dəfə mən bu Hövsan Suraxanı yolunda canını açmışdım. Sən də gəlmişdin canlıma. Hə, ola. Onda yolda gedirdim, qaqa. Düz yoldur da, traslı, 120'lik yoldur. Orada nə ola bilərdi? Nəsə çıxdı onun qabağına, kamera tutdu onu. Naxadı getdim spama, amma tez getdim. Radarlara müşahidə kamera göstərən kimi olur. Hə, yəqin radara. Hədə o yol 120'lik, 110'luq yoldur da, orada radar. Radar da düşən kimi radar da spam eləyir. Yox, orada o beton yolda radarların yerini bilirəm də. Radarı keçən kimi sürəti qaldırıram. O sürəti qaldırdım, qaqa, düşdüm şeyə, spama. Salam. Danışmaq olar. Buyur. Necəsiz? Sağ olun, hoş geldin. Sizin hamınızın bayramınızı təbrik edirəm. Bayramınız mübarək.
Mən bilmək istəyirəm hansı nigardan söhbət gedir. Bilmək olar hansı nigardan söhbət gedir. Ha, bunu koy bir red gireyim buradan. Bize de gel. Elə bir razvetkiyə gəlib bura. Neçə dənə nigar var ha? Çıxartdım. Yaxşı elədin. Söz almaq gəldim. Yox, mən bir daha deyirəm. Bax, mən burada kimisə təhqir eləyirəmsə, bilin ay cəmaət, bilin ki, o mənə təhqir eləyib, ona cavabını verir. O nə qələt eləyə bilər, mənim ailəm haqqında danışar. Sən öz ailəvi dağıtmışsan nigar sərbəstliyin üçün. O videonu mən atdım. Atacağım. Bildin də kim atıb, hansı birbirimizi atıb o videonu mənə. Bilmirəm. İndi hələ gözəl o Pərvizin ağzına pop qoyacam. O Pərvizin ağzına pop qoyacam. Da adını çəkirəm də, yox ya da çəkmirəm, problem olmur. Bu Naxçıvanlı xala bir dənə video. Samet Pərviz mənə səndən də mənə təhqir edir. görüm nə söhbət edir, nə olur, nə qeydir. Ha yox, Pərviz gözəl də mənə də təhqir edir. Biz görün gözəl Pərviz barəsində nə danışmışıq ki? Allah mənə səbir versin. Tanıyıram. Mən Pərviz tanıyıram. Pərviz haqqında da danışıram. Pərviz hara, mən hara. Pərviz, mən sənin yayınımı tapacam, boşulacaq. Səs çəkdi. Pərviz, mən sənin yayınımı tapıb boşulacam. Görüm sən nə deyib mənim haqqımda danışırsan, gözəl haqqında danışırsan. Səni kim doldurub belə? Pərviz kimdir, tanıdın? Nə bilim, o Ceylan xalanın kürəkəni. O istifadəçi biri var idi, verilişdən qovdular. Zar bağlandı da, eşitməmsən? Bağlandı, amma pis oldum, gözəl. Pis oldum, həqiqi pis oldum. Zar Sənə də pis olmuram, bax. Oqqay. Nətər, gözəl, nətər? Beşdən də pis olmuram, amma sevindiyimdən uçmağa qənədim. Gözəl, məsələn, Lalə Azərtaşlı, Erməni taşlı, onun verilişi bağlanmalıydı. Onu da verilişini bağlamadılar. İki nəfər çörəksiz oldu. Yox, iki nəfər çörəksiz oldu. Gözəl, yəqin cəmiyyətdə böyük bir rezonans doğurdu da bu verilişlərin belə olmalı. Ona görə ictimailəşdiyənə bu bir-bir bağlı. Mən Atabəyin sığınacağını dedim, mənə bir də zəng gəldi. O zəngin adını dinləyəcəm. Dedi, sənə deyirəm, çıx Atabəydən. Dedim, niyə qardaşım? Özə mənim xətirimi çox istəyir. Dedim, sən balonlarını çıx efirdən. Ayıbdır. Dedim, belə. Dedi, zam səni reklam üçün gətiribdir. Reklam üçün. Zam səni dedi, bax, bu çörəkdən çayla sat, bu çörəyə. Çıx efirdən. Olsa dedi, gece tez az müddətdə dedi, Oktyabrda bilmirəm. Az müddətdə veriliş bağlanacaq. Bilirsən, gözəl. Arasında dedim ki, veriliş bağlanacaq. Dedi, harada bilirsən? Dedim, neyinirsiniz? O adamın adını çəkməyəcəm. Yamak adına bağlandığımı dediğimin üstünde de kişi kızı kimi de baktı ortunda. Yaxşı oldu. Yox, gözəl, mənə yer eləyən bilirsən nədir? 4-5 dənə pirkirişləri yığıb. Çöldə qapaq. Zahir müəllim Aysimana kömək eləyəcəkdim. Mən deyirəm, bax. Gözəl. Ay gözəl, başqa dönəm. Asiman nəzzi bildi ki, Asiman nəyinə kömək eləməlidir? Asiman uğraşı kvadratıdır. Qulaq az qardaşım. Hər özünədir, hələ nə? Amma Aysimana dedim ki, Aysiman, qabağa dur, dinən mənə köməkli gəlin. O da ana yoxdur. Ata atıb qoyub gedib. Ana rəhmətə gedib deyib. Kimin kimsəsi yoxdur, Bakı düzündəsən. O sığınacaq da səni altı qullacısın. Gözəl, sənə bir şey deyim. Azərbaycanda demirəm ha. Azərbaycanda demirəm. O pişik yer kürəsində Asimandan təhlükəli adam yoxdur. Mən sənə söz deyirəm da, mən insan sərrafıyam. Dedim, indi Aysiman da oteldən qoğulmuşdur. Bir de Aysiman
Oğluma kirayə ev axtarır Bakının düzündən. Hələ tapa bilməyib. Gildir. Qardaşım, alsınsa spama düşdünüz, bax çıxdınız. Mən kiminsə haqqına girə bilmərəm, günah. Aysimana dedim ki, Aysiman, qabağa dur, hamı verilişdən istifadə eləyir. İstifadə elə. Dedi, ev axtarır kiraya. Veriydi da. Aysimana bir otaqlı veriydi. Bir kiraya ev deyildi, deyildi ki, hər ayda kirayanı mən verirəm sənə. Niyə vermədi? Səhv deyirəmsə desinlər ki, səhv deyirsən. Yox, düz deyirsən. Gözəl, bilsən mən niyə çıxıram? Mən Hoş sənə bir geldin. şey... Gözəl, sənə bir söz deyim. Sənə bir söz deyim, Gözəl. Mən o Nigar'a niyə çıxıram? 4-5 dənə perpeysəri yığıb çalmışsın ha. Bunu qızışdırırlar, bu da bizim haqqımda, mənim haqqımda. Sən mənim ailəmi tanıyırsan, mənim haqqımda danışırlar. Və yaxud Gözəl tanıyırsan, elə danışırsan. Nigar, sənin ağzına pop qoyaram ha. Sən desin Sovetə tanımırsan. Gözəl. Kartları bir saxla əlində. Və o kartları bir Ha, əlində sağ olsun, saxla. bibimiz atıb məndədir. Gözəl, gör nə deyirəm, şeydir. Elmar evdə. Vallahi da. Elmar yanındadır. Yo. Hayda. İndi açsam desə bildiriş gələndə biləsən, Gözəl. Çok sağ ol, hoş geldin. Bayramınızı təbrik edirəm. Gözəl, ay Gözəl. Adam, Canın ağrımasın. İndi kartı və pul vursan bildirişi biləsən gəldiyini. gələcək, sağ ol, cibin dolunsun. Özdə bir dənə. Hamımızın bayramımız mübarək olsun. Sağ ol, ay Gözəl, sağ ol. Sağ ol. Sizin de bayramın mübarek. Sağ ol kardeşim, bacım. Bu niyə getdi aşağı? Ben sizi Qusardan qoşulmuşam. Ben Ləzgiyəm. Qısarlara salamlar, Ləzgi cəmaatına salamlar. Bizden de. Sen olan yer hara idi? Güzel. Qəbələ. Ha. Qusardan da Qəbələyə salamlar. Əleykümə salam. Yoldaşın işdədir. İşlədir bəli, 8-də gələcək. Ha. Bəs uşaqlar Gözəl, görsən hansı alçaqdan əmələ gələn mənə spam atır. Görsə düz danışırsa denat olar, Bəli, şərəfsizin kvadratıdır. Ya. Sağ olsun, bax burada mənim izləyici bacılarım, qardaşlarım. Dünənlərim mənə kartıma pul atdılar, bir ilə deyib çolpa almışam, sevilə. Bir aş pişirsən. Gözəl, Sağ ol. ay Gözəl, bir dənə, Gözəl, qurban olum, bir dənə danışa, karta girə bilirsən, bir dənə baxarsan karta. Gəlmişdim. Bax, bu gün gedib bunları almışam. Sağ olsun izləyicilərim. Təşəkkür edirəm, minnətdaram. Oo. Ne güzeldi ha, ne güzeldi. Gözəl, buna beçə deyirlər də, beçədir. Ama güzel olaydı ben sana verirdim. Kart koyuyorum. Gözəl, bunlar Bax, cütünə nə? 10 manat budur, 10 manat da bu. Gözəl, bunları vanniyə qoyarlar, sıçı verəcəklər. Hayır yoxdur. Ne güzeldiler ya. Yerim olaydı saxlayardım. Firmadı da güzel firma. Firmada satılmadı. Hə. 2 dənə aldım. Güzel çekisi ağırlığı var. Biraz bir şey ağırdı. Yoksa öyle indirildi. Valla normal da çolpadır. Getdim, ay Allah, nə qayırım, hamı dedim aş pişirci işte, sabahlarım. Elmara dedim ki, bilmirəm, kartımda nə qədər pul var. Mama, 20 manat. Dedim, dədə, ondan sonra gedə ona nə çolpa düşürsə gedə ana alıb gətirsin.
Sabah sizə aş pişirəcəm bayramın günü. Mama gedək. 10 manat buna verdim, 10 manat da ona. Yenə də yaxşıdır da. Gözəl, bəs niyə kəsmirsən onları? Yoldaşım gəlsin işdən buna kəstirəcəm. Zəng eləmişəm, dedim ki, heç kəsə aparma dedim, mən çəkər kəsəcəm bir də. Ha, kəssin. Qalıb arıqlamasın. Kimin yanına gedim ya, hamısı özce kişilər. Sabah geçsəm deyəcəklər ki, gözə çolpadan təri, adıma söz çıxmasın. Yoldaşım var da. Bəli. Karta baxanda görə bilirsən nə qədər var. Bilmirəm ki, qardaşım, mənim başım çıxmır, uşaq Bəs gəl. mənə lazımdır ki, orada mən atdığımı bir dənə görəsən də. Orada M10-dan vurmuşam sənə. Gözəl, gəldi sənə kartofel gəldi. Bax hələ. Allah qardaşım, başım çıxmadı mən. Yəqin set zeyifdir, onun için geç göstərir. Orada yalan deyil. M10 biraz geç göstərir, M10'dan biraz geç çatır. Güzel, məktəbə get. Oğlum yaxşı bilir, mən yox. Məktəbə getməmsən ümumiyyətcə. Yo, mən bir üstünüzə sağlıq. Allah hamın ölənlərini rəhmət, qalanlarına can sağlıq. Biz hazırlığa düşək. Hə də mən də o deyirəm ki, M10 biraz geç göstərir də, elə bilirəm. Biz məktəbə hazırlığa düşə ata rəhmətə getdik. Sonra atanın dalı ilə nənə rəhmətə getdik. Nənənin dalı ilə baba, babanın dalı ilə da ki, dayım. Yasa qaldı. Onda gücünü çatma, mamamın gücü çatmadı, qoya bilmədim. Kasıbdan da kasıb ayrı oldu. Sen veriydik ha. Amma maşallah uşaqların məktəbə qoysun. Uşaqların məktəbə. Mən demişəm ki, necə deyərlər, mən oxumasam da qoşaqlarım oxusun. Elə düz eləyirsən. Amma var ya, Qurana and olsun, oxuyan da, oxumayan da. Qurana and olsun var ya, günlərin bir rayını süpürük. Elə bayala, bu işçi mənə tanış gəlmir, təzə işçidir. Cavan oğlandı, nişanlı oğlandı. Zakatı aladan qız alıbdı. Bax, oruçluq bayramını gözləyirlər. Oruçluq bayramı çıxandan sonra gətirirlər qızı. Görüb gədə yolu sıxır. Bax, qədəmin doğru haqqı 2 balamızdır. Nişanlı oğlandı, cavan. Neynəsin? Yolu sıxır gedir. Niyə deyir, hamı deyir ki, oxumusan. Gözəl, mən sənə həmişə nə demişəm? Deyirəm ki, oxumamaqla görə heyfsilənmə. Onsuz da bu ölkədə oxuyanla oxumayan eynidir. Fərq yoxdur. Əlbəttə, bir hamı dediyini çay saatını oturduq 11-də. Sözün axırına baxın nə deməkdir. Hamı dedi ki, oxumusan, ali təhsillisən. Niyə? Mənə bax, gözəl, oxuyanın biri mən diplomum da var. Sən də mənim başa zırt da yox deyir. Bəs mən ona deyirəm da, oğlan deyir ki, oturmuşaq 11-də çay saatımızdır, müəllim müdürümüz sağ olsun. Yox, gözəl, mənə çatmır. Mən 4 il universitet oxumuşam ki, bugünkü gündə sürücü işləyəm. Demirəm, sürücü pis iş deyil. Amma mən ali təhsilliyəm, mən kabinetdə oturmalıydım. Mən rol arxasında yox. Nəyə görə kimsə soruşan mən utanmalıyım? Evdə bir diplomum öydə yatır deyir. Diplomum öydə yatır deyir. Hər saatda bir iş yoxdur deyir. Sağ olsun ki, bura gələn kimi Gözəl, sənə bir şey deyim. Şərurlu İsfəndiyar var, tanıyırsan onu? Eşitmirsən onu? Zarın verilişində də əhbərgili işə götürdü.
Şərurlu Ben İskəndər. tanıyıram. Ben tanıyıram. Ay sağ ol. O Turan, o əlifbanı bilmir, hərfləri bilmir, öz adını yaza bilmir. Hərf tanımır ha o adam. Hərf tanımır. Ben tanıyıram Məsələn, ama gözəl çok yeri güzel gələndə- insandır. Gözəl yeri gələndə, gözəl Füzuli hərfləri tanıyır da, o hərfi də tanımır. 2 milyarda yaxın milyonu var bugünkü gündə onun. Yəni bu ölkədə oxumayan qabağa gedir, çəm oxuyan. Evet, adamın ola göre. Adamı olmasın. Hem de hem kardeşim hem Bəli. adamın hem olur. Bəli, bəli, Fəqan bəy çox gözəl qeyd elədi. Adam. Varsa siz her tanıdığı adam, əsəd adam. Özdə mən bir şey danışım. Ola bilər ki, bax məsələn 2 adamı nümunə çəkək də. 2 nəfər. İkisi də işə düzəlmək istəyir. Birinin bir çamadan pulu var. Birinin biraz pulu var. O biraz pulu olan adamın adamı var, amma bir çamadan pulu olan adamı yoxdur. Sən onu bil ki, o bir çamadan pulu olan adam heç ara işə düzələ bilməyəcək. Çünki işə götürən adam istəyir ki, bir adam tapşırsın onu. Ki, bilsin ki, pulu kimdən alır. Ona görə belə pis çıxmasın. Puldan da önəmli adamın olmalıdır sənin ki, biraz hörmət edəsən, bir adamın ola tapşıra səni. Bəs salam, bax 2 vur 2-dir. Bir rüşvət alır, buraya hamı. Yox, gözəl, Pərvizə bax. O gün bibimiz bir dənə mənə video atıb, indi atacam onu sənə. Atıb mən, bir atıb mən, baxmayacam. Hə, yox o deyir ki, sərçiyə oxşayan Sovet. Sən Soveti canlı görmüsən, Sovet sərçiyə oxşuyur, yoxsa Şahinə oxşuyur. Yox sən deyirsən ki, səni gözələ qataram, gözəli sənə qat. Valla birincisi nə gözəl, nə də mən. Heç vaxt sənin haqqında danışmamışam. Sən Allah görəm mənim Pərvizlə nə işim var, gözəli Pərvizlə nə işi var. Sən deyir ki, gözəl məndən şey deyir, məşhurlaşır, prim yığır. Sən gəldin 2 gün oturdun orada, sən dalına dədlə verilişinə qovdular. Sən nəsən, kimsən demirəm, sən nəsən ki, sən nə prim yığır. Pərviz deyirsən, sənin başın gedir ya arada bir qaqa. Sovetlə danışırsan, evrəyim, belə danışma, arxayın danışma özü və. Görəm məni Pərvizlə nə işim, nə qardaş, mən bana nə belə tanımıram, nə də realda tanımıram. Deyir ki, Hüseynova bacılarıdır, ikisi də danışırlar. Evet, boş verin abi. Her şeye kulak asın. Neçe ecran. Her şey kulak asıydın, indi çoktan sen şey olur. Yox, mən də dünən maşın sürürdüm, baxa bilmirdim. Elə yarım çıxıb baxdım. Dedim, bu nədir? Görəm mən Pərvizlə nə işim var? Mənim ona nə problemim var? Ona gözəl dən zar veriliş, təzə veriliş açır. Cina ilə zarar veriliş etdiyi gedirdi ikisi. Hardan bilirsən gözəl? Deniz YouTube'da danışdı, çıxıbdı. YouTube'da çıxıbdı, özlər danışırlar. Buna ver işte. Halk artisti, bu şey var, ödə müğənnilər çağıracaq. Gözəl, çox dəyişiklik olacaq orada. Orada çox dəyişiklik olacaq. Mənə bax, orada çox dəyişiklik. Hər konçin adam ora gəlib orada verilişdə otura bilməyəcək. Orada seçiləcək, adamlar müəyyən olacaq. Hər adamı gəlib gəl otur verilişdə deyə şey olmayacaq. Orada tapşırıq gəlir. Elnaredir, seçilibdir, Elnaredir. Ondan sonra bir de kağıt parçası gelir. Gözüne mahnısı var. Böyle oya. Onun adı nedir? Kim? Kağıt parçası gelir. Böyle burasına Kağız parçası. Elza Seyit. Ezadı. Bir tane abırlı, heyalı, ləyaqlı, lazımalı. Bak bir yaxşı birinci danışdım. Vəssalam. Gözəl, Talih bəy də gəlsin. Talih bəy də dəyərli müəllimdir, pedagog. Ben Talih Bey'i yarı ürəyimə qoyuram. Talih Bey. Ona ürəyim qurbanı. Talih Bey zıldır, qızdır. Onun yaşı az ola bilər, amma həqiqətən canlara dəyən olur. O bir var ha. Heç necədir. Her şəmbə bazar olacaq zarın veriliş. Bəli. Oy, saat 6'da indi başlayır. İndi büyündən başlayır. Gözəl, büyün olacaq ki, büyün başlayır. Gündən başqa verilişlər. Yox, bugün başlayır veriliş. Bizim
Məni oteldə qalanlar hara keçdi? Harda qalacaq? Bak koy diyeyim. Aysun'dur. Bu saat indiğin hazırda kiraya ev aktarır. Hə, onlar milçək kimi dağıldı. Arzudur ev aktarır. Gözəl, dünən sonra Harda qalırlar? Ev tutanda kimi çöldə qalmaq üçün. Zarinadır. Oteldedir ev aktarır. Yok, akşam da Arzu bilirsən, gözəl, sənə bir şey deyim də, mən eşitdim. Sən gözəl. Gərək o veriliş, mən sənə bir şey deyim, o verilişin fondu var idi. O verilişin maliyyələşməyi, o verilişin getməyindən asılıdır. O veriliş getməyəndən sonra fondda pul yoxdur, onlar nəyinə saxlasınlar? Ha yok, akşam ben baktım TikTok'ta Arzu ile Zarina ikisi bir yerdeydi. Kılıçdaydı, böyle oynuyordular. Hadi onlar da küsür barışır. Deməli, xanım, eşidirsiniz məni? Zarina Azərbaycanda yeganə insandır ki, nə qədər bədbəxt durumdadır, amma bir qram vecinə deyil, gülür, əylənir. Arsızdı, o kadar da çarpıcı. Yazdım ki, Arsız yok çünkü çatmır axı çatdırdıq ora qədərdir. Andola bədbəxtdir. Birdən nə fikirləşirəm? Birdən fikirləşirəm ki, bax burada qadınlar məni bağışlasın, gözəl bacı da bağışlasın. Birdən fikirləşirəm ki, bu 80-cı ildə Zarinanı niyə abort eləmədilər ki, dünyaya gəlməsin? Hadi lan. Öz öyle güzellik. Anasına sual vermek lazımdı onda. Sağ ol. Zarina Anası özündən betər idi. Tabii. Anasının ailəsində Milləti də elə deyəsən, səhv eləmirəm. Yox. Onun anası ailəsində dağıtdı da elə. Azərbaycan milləti deyil deyəsən Zarina. Rus. Yok, Urus'tu. Atası Azerbaycanlı, anası Urus. Şeydi o, Tatardı, Tatar. Danışıqdan bir Bax, deyir o, deyir imam üçün ağlayanda Yezid üçün də ağlayasan, gərək düz danışasan. O insan eğer normal yolda deyil idisə, onu gətirən insan da normal yolda deyil. Sen kişisənsə, o ailənin adına ailəsində Yok. O burada Turan, burada bir düzəliş edeyim. Turan, burada bir düzəliş edeyim. Mən şeylə danışıram da, bu Fərəzlə telefonda danışıram. Fərəz deyir ki, bunu mən Zığdan gətirdim, Zığdan. Zığ qəsəbəsində. Bir də Hin boyda yerdə qalırdı. Onda bunu göz açılmamışdı. Bu gəldi. Ay gözəl qardaş, onu bax bu günləri Fərəzin həyat yoldaşıdır. Fərəzin ondan 5 dənə o uşağı var. O 5 dənə uşağın atıb gedir, ona aparan kişi də düzgün hərəkət eləmir.